Şəhid Hüseyn var, Nardaran şəhidlərindəndir. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Bir qazi deyirdi ki, 3 gün idi, susuyduq, balaca qablarda su gəlib çatdı bizə, hamımız ciyərlərimiz yanırdı sudan, içdik suyu, namaz vaxtı idi, dəstəmaz su axtardım. Hüseyn özün namaz qılmırdı deyir, götürüb gəldi, cibindən suyu çıxartdı, dedim sən içməmisən suyu, yox, dedi bildim ki, namaz qılanda sən dəstəmaz su axtaracaqsan, saxladım, mən içmədim suyu. Deyil, onsuz da müharibədir, mən su içməsəm nə olacaq? O namaz qılmasam nəsə olar? O namaz qıldı, yaşayır, bu şəhid oldu. Misalları deyirəmsə rahat olsun bizim üçün, bizim içimizdəndir bu insanlar. Qonşuluğunda bir ailə vardı, şəhid Elçin günün, deyir, o ailənin ki, oğlu yoxdur, şəhid Elçin işdən gələn kimidir, birinci o ailəyə baş çəkirdi, qızları var, o evin oğlu yoxdur. Anası da deyirdi, ki, mən bilmirəm, sən onların oğlusan, ya mənim oğlumsan. Dedi, anam, narahat olma, sənin oğlun var, onda oğlu yoxdur, istəmirəm qızları dükan bazara göndərsin. Ona görə birinci ora baş çəkirəm ki, onun oğlu yoxdur. Bu şəhid kimi yaşayır, bu fədakarlıq edir. Şəhid Samir İmam Hüseyn əleyhissalamın məhəbbətindən ölürdü. Və deyirlər, o ki, hərbidə işləyirdi, xüsus təyinatlı gəlirdi və o 1-2 saat, 3-4 saat vaxt olurdu, 2 gün vaxt olurdu, bütün qohum, əqrabanı gəzirdi, baş çəkirdi, kimin arasında soyuqluq varsa araşdırmağa çalışırdı. Özü də İmam Hüseyn üçün ölürdü. Anası deyir ki, namaz qılandan sonra, namazdan sonra gördüm otaqdan geç çıxır, şəhid Samirin anası danışır. Gəlirdim qapıya görüm, bu niyə bu qədər, namaz bu qədər çəkməz, görüm, ağlaya-ağlaya yalvar Allaha ki, nə olar, məni şəhid elə, qoş İmam Hüseynin şəhidlərinə. Onun dostu danışır ki, Şuşaya qalxırdıq, çətin vaxtlar idi, istirahət edirdik bir 5-10 dəqiqə, şəhid Samir getdi yuxuya, hərəmiz bir işlə məşğul idik, getdi yuxuya, yuxudan həyəcanlı şəkildə ayıldı, dedi bizə ki, məni halla eləyim, mən şəhid olacaq. Dedim, elə də mən inşallah qələbə çalaraq falan. Dedi ki, yox, İmam Hüseyni yuxuda gördüm. Dedi, mənə ki, az qalıb gəlirsən, səcdələri uzat, qoşul bizə. Dil getdi səcdəyə, ağlaya-ağlaya. Elə qalxdı, bir namərd gülləsi bu hissəsindən dəydi, şəhid oldu. Görürsünüz.